Bu qazi qardaşımızdır. Bir xəstə uşağı var ki, yəni həqiqətən onun dəstəyə ehtiyacı var. Bəli. Şərabi namazlar qılmalıyıq. Eləyirikmi? Çatdıra bilirikmi? Sübhan balamızın 9 yaşı var. Xərçə xəstəliğindən əziyyət çəkir. Hal-hazırda ayaqlarında, qışlarında çürümə gedir. Bilirikmi? Tənbəllik basır, şeytan vəsvəsə verir, minci bəhanə, minci uydurma. Heç olmasa şans verilib də sizə. Canlı vasitəsilə bu körpə balamızın, Sübhan balamızın əməliyyat pulsundan, müalicələrində dəstək olursunuz. Bu pullar hal-hazırda Sübhan balamız üçün yığılır. Artıq dünənki canlı yayında 2000 manat toplamışıq. Girmişsiniz nə gözəl. Bu gözəl ayda tıklayın da dəstək olun. Hər qoyun öz ayağını asacaq, bir ayağınızdan asıb hesab verəcəksiniz qiyamət. 200, 400, 600, 800, 1000, 1100, 1200, 1300, 1400, 1500, 1600, 1700, 1800, 1900, 2000 manat. 2000 manat vəsaiti sizin vasitənizlə, bacı buyur. Sizin vasitənizlə, dəstəyimizlə balaca balamızın əməliyyat pulsuna, müalicə pulsuna, hal-hazırda 9 yaş var, necə deyim, müalicələrlə qalır, pamperslə qalır. Xahiş edirəm, gəlin dəstək olaraq, YouTube-da canlıda. Buyurun. Çox sağ olun deyirəm hər kəsə. Allah razı olsun. Allah ürəyinizə görə versin. Var olasınız. Qarşınızda baş əyirəm. Bir ana olaraq, bir bacınız olaraq. Çox sağ olun, səsimizə səs verirsiniz. Bizi tək